Cruises.azın değerli dostları, müşterileri, MSC World Europe gemisindeyim. Deməli, maksimum tutum hardasa 7000'dir. Çok büyük gemidir. İki kanatlı dediğimiz gemilerdendir. Geminin daxilində 40'dan çox kafaya, restoran, bar var. Və diğer gemilerden fərqli dikkat edirsinizsə, buranın hovuzu çok daha böyükdür. Demək olar 2 qat böyükdür. Böyük gemilerin olmağı, yani geminin böyük olmağının özüne göre müsbətləri var. Hansı ki, dediyim kimi istər hovuz, istər istifadə üçün olan mekanların böyüklüyü və çoxluğu öz-özlüyündə insanların daha xoş vaxt keçirməsinə səbəb olur. Yuxarı hissədə gördüyünüz idman zalıdır. İdman zalıdır. Bu böyük ekran akşam saatlarında əyləncələrin həyata keçirildiyi mekandır. Gördüğünüz bu hissəni akşam saatinde toplayırlar və insanlar bütün bu böyük ərazidə əylənə bilirlər. Təmiz havada, dəniz havasında. Gemi artıq hərəkətdə olur əlbəttə ki. World Europe'da olanlar, bu gəmidə olanlar bilirlər. Gəmi həddindən artıq gözəl marşrutlar üzrə kifayət qədər çox sayıda sərnişin qəbul edir. Ayrıca hovuzlardan əlavə bu şəkil jacuzzilərdən də istifadə edə bilərsiniz. Bunun üçün də əlavə bir ödənişə ehtiyac yoxdur. Bu sadəcə gəminin müəyyən bir hissəsidir. Və digər hissələrlə əlaqədar da ətraflı məlumatı verəcəm. Burada da futbolla əlaqədar ki 3 dəfə dünya kubokunu kim qazanıb? Gəmilərin bəzən bu şəkil böyük olmağı bəzi insanlar üçün narahat olur. Niyə? Çünki adam sayı çoxdur. Adam sayının da çox olmağı özündə bəzi yerlərdə növbələrin olmağına gətirib çıxardır. Ona görə də seçim edərkən mütləq ki, bütün bu detalları biz sizə veririk. Ona görə seçim eləyib doğru kruiz seçimini edirsiniz. Kruizlərdən razı qalmaq istəyirsinizsə, kruiz səyahətindən tam olaraq razı bir şekilde gəlməyiniz üçün bizim işimiz sizə bütün kruizlərlə əlaqədar ən incə məlumatlara qədər vermək ki, siz nə qədər çox məlumat sahibi olsanız bir o qədər doğru qərar verirsiniz və bunda da əlbəttə bizim rolumuz var. Belə gəmiləri canlı bir şekilde çəkib sizə göstərməkdə də məqsədimiz odur ki, siz real olarak görəsiniz və bütün gəmilərlə əlaqədar müsbət mənfi hissələrini, cəhətlərini bilib ona görə qərar verəsiniz. Bax belə.